Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Şəxsi ev axtarırsınız, həyət ev axtaranlar, özə tam mülkiyyət də, torpağın da, evin də kupçası var. Gəlin bu evi götürün, heç fikirləşməyin. Qiyməti də münasibdir. Yəni start qoyulubdur, real alıcı yerində endirimdə olacaq. Həyətini gördünüz, sot yarımdadır, torpaq sahəsidir. Bax evin altını rahat gəzmək olur. 11 daş kürsülü üzr istəyirəm. Keçək təzədən həyətini göstərək. 2-3 maşınlıq belə həyəti var. Qəşəng bir ərazidədir. Masazırın girişindədir. Hörmətli izləyicilər, Masazırın girişindədir bu həyət evimiz. Qalxaq indi evi də sizə göstərək. Yola da yaxındır, yola asfaltdır. Bax bura giriş hissəsidir. Girən kimi aşağıda 1-ci mərtəbədə sanitar qovşağıdır, mətbəxdir və belə bir geniş qonaq otağı var. Təmirinə söz yox. Elə bir ki, belə deyək də, maklerti isə də, yəni ki, şəxsi tikilidir də, yəni ki, buna mən atviç atam. Belə pis çıxmasında bu evdə nəsə çepezad olsa gəlin pulundan çıxılacaq. Onsuz da real alıcıya endirim nəzərdə tutulubdur. Yəni qiyməti belə deyək də 127 min manata çıxıb satışa. Yəni qonaq otağını gördünüz, pərdəsidir, lustrdur. Yəni bütün otaqlarda da pərdə, lustr hamısı quraşdırılıbdır. Sanitar qovşağı 2 dənədir, ya 1-dədir, 2-dədir. Hamısında aksuallar quraşdırılıb. Bax belə bir gözəl mətbəxti var. Membran yığılıb, mətbəx mebeldə membran yığılıbdır. Yəni bilirsiniz ki, bahalıdır. Sərgəlidir, yəni uyutlu mənzildir. Hörmətli izləyicilər, bax gəlib özünüz də baxıb Allah qoysa şahidi olasınız. Qalxaq 2-ci mərtəbəyə. Mərtəbə arası da monolit betondur. Padvanında da atmaları gördünüz. Yəni qanuni 40 santimdən bir atılıb da, atmaları da. Buradan pəncərə ilə çıxır balkona, da ora keçməyəcəyik. Masazırın da girişindədir və 3 otaq yuxarıdadır. 2-ci mərtəbədə də 3 otaq, 3 dənə yataq otağından ibarətdir və bir dənə də sanitar qovşağı var. Gördüyünüz kimi səliqəli, qoşa daşla tikilib. Bax buradan gördünüz, koridordan yuxarıya belə deyək, damına çıxış da var. Çornu poluna kimi atılıb da. Yəni əşyaları bu yığ kombisin, yəni xəttləri də çəkilib. Aksualları quraşdır, gir yaşa evdir. Yəni real alıcıya yenə deyirəm, cüzi endirim olacaq. Gəlin baxın, kim alsa Allah xeyrin versin, Allah hər kəsə qismət eləsin. Əlaqə nömrəsi də profildədir.